Değerli izləyicilər, hər birinizi salamlayıram. Hər birinizə Allahın salamı olsun. Bugün sizə gözəl bir dəyərli rayonun tam mərkəzində, Balakən rayonun tam mərkəzində gözəl bir əmlak təqdim etmək istəyirəm. Onun təqdimatını sizə edəcəyəm. Değerli izləyicilər, haqqında danışdığım əmlakın həyətinə daxil olduq. Gördüyünüz bu həyət həmən əmlaka aiddir. Yaşayış evidir. 4 sotuq torpaqda yerləşir. Hər tərəfi bağlı, 4 tərəfdən belə bağlı bir yerdir. Gözəl, kvadratlı bir yerdir. Satışa çıxarılıb. Onun təqdimatını edirəm. Həyətyanı torpağı sizə göstərirəm. Gördüyünüz bu ev satışa çıxarılıb. Gözəl, yaraşıqlı bir evdir rayonun tam mərkəzində. Belə bir yer arzusunda olanlar əlaqə saxlaya bilər bizimlə geniş məlumat əldə etmək üçün. Değerli izləyicilər, evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. İndi keçid alırıq daxilə. Değerli izləyicilər, daxil oluruq evə. Girişdə belə bir pilləkənləri 15 pilləkəndir, 2 mərtəbə evdir. Birinci mərtəbənin təqdimatını edirəm. Birinci mərtəbədə gördüyünüz kimi belə bir şüşəbənd var. Burada yayda oturmaq üçün çox əlverişlidir, sərindir. Yəni kondisionerə ehtiyac yoxdur burada. Gördüyünüz kimi belə gözəl kafelli, polu kafellidir. Yayda burada oturmaq mümkündür. Garaj kimi də istifadə etmək olar buradan. Gördüyünüz qarşıdakı qapılardır. Buradan maşını içəri sürmək olur. Yəni maşın saxlamaq üçün də şərait var. Və bu baş tərəfdə gördüyünüz kimi belə mini kuxnadır. Yəni mətbəxi var. Və buradan arxa tərəfə çıxışı var. Gördüyünüz qapı arxa tərəfə açılır. Digər otaqları sizə təqdim edirəm. Alt mərtəbədə belə bir otaq. Şüşəbənddən keçirik belə bir otağa və onun arxasında da belə bir otağı var. Gördüyünüz kimi. Və buradan keçid alırıq digər otaqlara. Gördüyünüz belə otaqları var. Divarları kafe ilə işlənib. Poluna metlaq vurulub. Və bir də belə bir otaq. Burada qab-qacaq saxlamaq üçün şərait yaradılıb. Gördüyünüz belə bir otaq. Göstərdiyim bu otaqlar birinci mərtəbəyə aiddir. Deməli, hardasa 4 otaq şüşəbəndlə 5 otaq olur alt mərtəbədə. Və evin arxa tərəfində də qonşu ilə sərhəddə 1 metrə məsafə var. Və belə. Değerli izləyicilər, indi keçid alırıq ikinci mərtəbəyə. Qalxırıq ikinci mərtəbəyə. Değerli izləyicilər, keçid alırıq ikinci mərtəbəyə. Girişdə belə bir dəhlizi var. Balaca buradan digər otaqlara keçmək olur. İlk öncə sağ tərəfdəki otaqlara daxil oluruq. Girişdə belə bir otaq. Bura mətbəx üçün nəzərdə tutulub. Baş tərəfində belə mini mətbəxi var. Gördüyünüz belə mətbəxi var. Və qabağında da
belə bir balaca otaq və burada oturub yemək yemək üçün nəzərdə tutulub. Və bu otağın baş tərəfində də balaca belə uşaq otağı kimi də istifadə etmək olar. Belə balaca mini otaq var. İndi keçirik digər otaqlara və bu dəhlizin baş tərəfində belə bir hamamı var. Geniş hamamdır. Sanuzel otağı. Və buradan biz evin arxa tərəfini görə bilirik. Belə bir hamamı olan yaşayış evidir. Birinci mərtəbədə də kuxna nəzərdə tutulmuş və ikinci mərtəbədə də kuxnası var. Və belə kuxnadan üzbəüz belə hamamı, sanuzel otağı var. Dəyərli izləyicilər, buradan da keçirik digər otaqlara. Burada deməli 3 otaq var. Girişdə belə bir ümumi otaq var, belə gördüyünüz. Və bu otağın başında da belə yataq otağı var. Belə yataq otağı var. Dəyərli izləyicilər, belə də baş tərəfdə gözəl zal otaq var. Gördüyünüz belə bir otaq. Dəyərli izləyicilər, gördüyünüz ikinci mərtəbədə də 4-5 otaq var və 2 mərtəbəli yaşayış evi satışa çıxarılıb və belə bir evə sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilər. Evin satış qiyməti videonun altında göstəriləcəkdir. Evdə görünən bütün əşyalar evdə qalacaqdır. Əşyalı satılır ev və belə evə sahib olmaq üçün Balakən rayonunun tam mərkəzində belə bir evə sahib olmaq üçün istəyənlər tələssin və belə bir əmlaka sahib olsunlar. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.